Bu videoda biz harmoniyadan ilk mövzunu işləyirik. Əvvəlcə qeyd etmək lazımdır ki, harmoniyada ki mövzular nəzəriyyənin davamıdır. Yəni musiqinin elementar nəzəriyyəsindəki mövzuları tam dərindən bilmək lazımdır ki, bu harmoniyada bunun davamını gətirə bilək. Çünki bu bunun davamıdır. Daha sonra qeyd etmək istəyirəm ki, akordlar 3 formada olur. 3 səsli, 4 səsli və 5 səsli. 3 səsli akordlar, məsəl üçün deyək ki, bu do majordur. Do, mi, sol. Bu oldu tonika. 3 səsli formadadır. Daha sonra qeyd edək 4 səsli formada akord. Məsəl üçün dominantanı, dominant septakord yazaq bunda. Do, sol, si, re, fa. Bu dominant septakord. Daha sonra bu 4 səsli akord növünə aiddir. Daha sonra non akordu qeyd etmək lazımdır. Non akord nə idi? 5 səsli akord. Sol, si, re, fa, la. Deməli, nəzəriyyədə istifadə olunur daha çox bu tipdə akordlar. Harmoniyada isə 4 səsli akordlar daha çox istifadə olunur. Daha çox deyəndə, yəni belə istifadə olunur. Amma belə bir şey var ki, məsəl üçün bu dominant septakord elədir ki, yəni onsuz da 4 səsdən ibarətdir və biz bunu 2 not sətrində bölüb yaza bilirik. Amma bu formalı akordları, tonika kimi akordları biz bölüb yaza bilmirik. Çünki burada 3 dənə not var. Bunun üçün nə edirik? Nə edəcəyimizi mən deyim. Burada primanı ikiləşdiririk ki, o 4 səsli formaya gəlsin, çıxsın. Məsələn, do, mi, do, mi, bu do, mi'di bu. Daha sonra sol, bu soldu. Yəni biz onu belə yazdıq və 4-cü notamız bu prima səsidir ki, biz bunu ikiləşdiririk. Do. Yəni bu 3 səsli akordları harmoniyada istifadə etmək üçün onu 4 səsli hala gətirməliyik ki, biz istifadə edə bilək. Bunun da yolu primanı ikiləşdirməkdir. Bu onsuz da yəni istifadə edəcəyimiz bir qaydadadır. Sol, si, ondan sonra re, fa. Bu non akordları isə 5 səsdən ibarətdir və non akordlardan elə də çox istifadə olunmur. Yəni bəzi hallarda müəyyən bu ardıcıllıq, harmonizasiya, yəni gedişatdan asılı olaraq verilir. Amma belə dominanta qədər, dominanta qrupu akordudur. Amma dominant septakord qədər və dominanta üç səslisi kimi, yəni belə geniş istifadə olunmur. Və sıx və gen düzülüşə keçməmişdən qabaq bir lazımlı bir məqamı da qeyd edeyim. Bu, 3 səslərin əlaqəsi mövzusudur. Ümumiyyətlə, biz bilirik ki, bütün bu harmoniya mövzularında qeyd olunur. Kvarta kvintə münasibətli akordlar, 3 səsli münasibətli olan akordlar, tersiya münasibətində olan akordlar və sekunda münasibətində olan akordlar. Deməli ki, kvarta kvintə münasibətində olan akordlar birinci qrupdur. Niyə görə kvarta və kvintə münasibətində akordlar deyirik? Çünki o tonikadan kvarta məsafəsində və ya kvintə məsafəsindədir. Yəni nə demək istəyir burada? Deyir ki, yəni tonikadan kvarta və kvintə
məsafəsində olan akord. Bu subdominantadır. Kvarta münasibətində olan akord. Bir də dominantadır. Bu oldu kvarta kvinta münasibətində olan akordlar. Yəni yer dəyişmə də ola bilər də. Yəni belə bu şəkildə. Bir də bu şəkildə. Bu oldu birinci qrup akordlar. Kvarta kvinta münasibətli. Kvarta kvinta. Aha. İkinci qrup hansıdır? Sekunda münasibətli akord. Sekunda münasibətli deyəndə, yəni arada bir pillə olmalıdır, yəni. Bu da olur subdominanta və dominanta. Yəni sekunda münasibətli deyəndə bu nəzərdə tutulur. Subdominanta ilə dominanta. Daha sonra yəni tərsinəsi də mövcuddur onun. Yəni dominanta, subdominanta ola bilər. Sekunda münasibətli. Üçüncü qrupa aiddir tersiya münasibətində olan akordlar. Tersiya münasibətində olan akordlar. Bunlar hansılardır? Məsəl üçün, yəni arada tersiyaya qədər məsafə olmalıdır. Tonika, yəni birinci pillə və üçüncü pillə. Yəni yer dəyişmə də ola bilər 3-1. Daha sonra tonika və 6-cı pillə. Bunda yer dəyişməsi ola bilər. Bu şəkildə bunlar da olur tersiya münasibətli akordlar. Bu şəkildə. İndi biz niyə bunları qeyd elədik əvvəldən? İndi gedişatda birazdan görəcəksiniz və ya başqa o bir videoda görəcəksiniz. Bu videoya sığışmasa. Birinci harmoniyada mövzu düzülüşlərdir. Sıx düzülüş olur, gen düzülüş olur. İndi biz do majordan başlayaq. Çünki niyə görə do majorda? Ona görə ki, açarda işarə yoxdur, daha asan gələ bilər. Deməli, yazırıq. Birinci sıx düzülüşdən başlayırıq. Do, mi, sol, do. Burada məsələ nədən ibarətdir? Burada yəni adları, yəni mövqeylərinə görə adı var. Bu ən üstdəki not sopranadır. Ümumiyyətlə ən üstdəki notlar melodiya adlanır. Yəni soprananın getdiyi notlar melodiya adlanır. Yuxarıdakı notalar. Ondan aşağıdakı not alt adlanır. Bu alt. Daha sonra burada skripka açarıdır. Bunu bas açarı eləyək. Bu tenor. Bu isə bas adlanır. Əgər adlarını yadda saxlamaq çətindirsə, yuxarıdakini soprano və aşağıdakini bas olaraq yadda saxlayın ki, heç olmasa kənardakilərin adı daxilə qarışmasın. Və belə yadda saxlamağa çalışın ki, bas və tenor kişi səsləridir. Yəni daha çox kişilər ifa edir bu səsləri. Soprananı qadınlar daha çox və altıda daha çox qadınlar oxuyur. Yəni səs baxımından bu cür qruplaşdırsaz, bəlkə daha yadda qalan olar. Bu sıx düzülüşün tonika, sıx düzülüş
prima vəziyyətidir. Nəyə görə bu mən biraz böyük yazdım, səhv elədim. Balaca olur bu. Bu prima vəziyyətidir. Nəyə görə prima vəziyyətidir? Çünki do prima səsidir, yəni birincidir və yuxarıda yerləşir. Yuxarıda hansı yerləşirsə düzülüş, yəni odur. Əgər do yuxarıdadır, prima, tersia, kvinta və yenidən prima. Prima səsi yuxarıda olduğuna görə 1. Bu olur tonika, sıx düzülüş, prima. Bunu biz bağlayırıq. Daha sonra tersiya vəziyyəti gəlir. Tersiya vəziyyəti odur ki, tersiya yuxarıda verilir, melodiyada verilir. Və burada biz tersiya səsimiz mi olduğuna görə mi'ni buraxırıq və mi'dən sonra hansı səs gəlir? Sol səsi gəlir. Solu burada qeyd edirik. Hansı vəziyyətdirsə o səs melodiyaya qalxır. Do, sol, do da qalır yerində, o birisi səslərə dəymirik. Do və mi'ni qaldırdıq melodiyaya. Bu oldu tersiya vəziyyəti. Tonika, sıx düzülüş, tersiya. Yəni bu niyə belə olduğunu, yəni sorğulayanlar olacaq. Niyə belə, yox belə. Mən bunun qaydasını izah edirəm. Bunu sorğulanmağa ehtiyacı yoxdur. Bunun qaydası budur. Yəni bu belə olur. Yəni bunu artıq niyə bunun yox, bunu deməyə ehtiyac yoxdur. Deməli, qayda budur ki, tersiya vəziyyətində yazırsansa, tersiya melodiyada olmalıdır. Daha sonra biz kvinta vəziyyətini yazırıq. Sıx düzülüş, kvinta. İndi kvintanı yazmaqdan ötəri nə etməliyik? Kvintanı melodiyaya aparmalıyıq. Və soldan sonra nə gəlir? Do gəlir. Do'nu yazırıq. Do, do, mi, sol. Bu da oldu kvinta. Tonika, sıx düzülüş, kvinta. Bu belə, bu sıx düzülüş, tonika, sıx düzülüş olan vəziyyəti. İndi biz gen düzülüşü yazırıq. Gen düzülüşdə qayda necədir? Onu biz bir pillədən bir yazırıq. Məsəl üçün necə? Do, mi, sol, do deyilmi? Do, do'dan sonra gəlir bizim akordun mi səsi. Mi'ni buraxırıq, yazırıq sol. Soldan sonra gəlir do səsi. Do'nu buraxırıq, yazırıq mi. Və mi'dən sonra da akordun sol səsi gəlir. Onu buraxırıq, yazırıq do. Bu oldu tonika, gen düzülüş, prima. Çünki prima yuxarıdadır. Daha sonra xəttimizi çəkirik. Yazırıq do. Soldan sonra do gəlir. Ona görə do, do, sol, mi. Burada deməli ki, qayda nədir? Akordun bir səsini buraxıb digərini yazırsınız. Yəni prinsip budur. Tonika, gen düzülüş, tersiya. Yəni sol. Mi. Mi tersiya olduğuna görə və yuxarıda olduğuna görə bu olur tersiya vəziyyəti. Daha sonra yazırıq do, mi, do, sol. Ay pardon. Sol. Bu oldu kvinta vəziyyəti. Bu xətt səhv oldu. Tonika, gen düzülüş, kvinta. İndi biz bir şeydə qeyd edirik. Bunu belə formada da yazmaq olar. Oktavadan geniş. Belə də yaza bilərik. Do'nu yuxarıda da yaza bilərik. Do, mi, do, sol. Bu sıx düzülüşün prinsipidir bu düzülüş. Amma bunu qarışdırmayın. Bu sıx düzülüş demək deyil. Çünki bunu biz bu şəkildə istifadə edirik. Məsəl üçün bunu bu forma yazdıq.
buradakı akord vəziyyətə görə də, yəni elə bir akorddur ki, bu vəziyyəti tələb edir. Ona görə bunun məsafəsini daraldırıq. Ona görə bunu belə yazmaq mümkündür. Yəni sıx düzülüş demək deyil bu do, mi, do, sol. Gen düzülüşdür. Sadəcə bir oktava biz bunu yuxarıda yazırıq. Bu qaydada var. Bunu etmək olar. Yəni bir oktava yuxarıda yazmağımız mümkündür. Gen düzülüş, kvinta vəziyyətini. Belə. Bu oldu sıx düzülüş və gen düzülüş.